biker klublar mədəniyyətinin tarixi hara gedir? Gəlin belə başlayaq danışmaq. Biker klubun mədəniyyəti, klubların mədəniyyəti, o başlayır 1930-cu illərdən. Birinci klub, səhv eləmirəmsə, 1930-cu ildə, 38-ci ildə yaradılıb, adı yadında deyil, doğrusu səhv eləyirəm. Bunlar Sturgis, böyük bir motofestival var Amerikada. O demək olar ki, motosikletçilərin çox belə sayğı ilə, hörmətlə yanaşdığı bir məkan, başlanğıc. Başlanğıc məkandır. Təsəvvür edin, indi hal-hazırda bu il 87-ci festival keçirilib Sturgisdə. Bu çox böyük və qədim festivallarından biridir. Və bu klub 9 nəfər bu klub gediblər o Sturgisə və bu festivalı orada yaradıblar. Əvvəl nə idi? Yarışmalar idi. Onlar motosikletləri, köhnə motosikletləri, Harley Davidson motosikletləri, onlar oturublar orada yarışırdılar. Kim birinci gəlir. Onunla yavaş indi hal-hazırda Sturgis ən böyük moto festivallarından biridir. Və bunun maliyyə dəstəyi çox vacibdir da. Çünki məsələ Quicksilver geyim dükanı surfingistləri maliyyələşdirir, yarışları stimullaşdırır, qələbə fondu verir ki, onlar üçün geyim satır. Burada indi Harley Davidson var, sonra bir dənə də marka var, qədimi. Indian. Bu da bir qədim o Harley Davidsonla yanaşı gələn bir nəhəng. Amma elə bilir ki, Harley Davidson birinci buraxıb motosiklet. Yox, Amerikada birinci motosiklet istehsal edib Indian. 1901-ci ildə. Harley Davidson 1903-cü ildə. Bir iki il fərqlə də. Amma ən birinci motosiklet 1885-ci ildə istehsal olundu. Amma bilirsiniz kimdir o? Ford deyil, başqa deyəcəm. Amerikada idi məncə də, yox? Amerikada yox, Almaniyada idi. Almaniyada, yox, onu da dəqiqləşdirin. Daimler. Mercedes. Sonra o Mercedes oldu. Amma Daimler neynədi? O iki təkərli bir nəqliyyat vasitəsi yaratdı və ora motor qoydu. Ondan sonra bu motor qoyanda velosipedə, faktiki velosiped idi. Motor qoyandan sonra bu tema başlandı. İndiyə kimi, indi hal-hazırda bu fərqli bir subkulturadır. Və bu subkultura, niyəsə sürətli motosürənlər var, Ducatisidir, Yamahasıdır. Onlara biraz yuxarıdan aşağı baxırlar. Yox, elə şey yoxdur. Öz aralarında da sadəcə demək olar ki, bunlar fərqli bir motosikletlərdir. Onların öz strukturu fərqlidir da. Biri uçur, o birisində bir taxometrləri fərqlidir. Çünki onlar sürətlidirlər. O motosikletlər sürətlidirlər. Harleylər biraz yavaş gedirlər. Ona görə ki, onlar bir yerdə sürə bilmirik. Ənənəvi motosürənlərə, bu Harley'dir, nə bilim bu belə də klasik motosürənlərə chopper deyirlər və hətta belə bir lətifə var ki, bu sürətli motor sürənlər yaxınlaşır çöpərə, deyir ki, niyə salam vermirsən? Deyir, sizə niyə salam verəsən? O qədər tez-tez siz dəyişirsiniz ki, yəni bu lətifənin məğzi ondadır ki, yəni o qədər təhlükəlidir ki, o sürətli motorlar, onu sürmək, hətta ona iki təkərli qəbir deyirlər bəzi halda. Dilləri biz Azərbaycanda var, deyirlər ki, kim yaxınlaşır mənə, deyir ki, motosiklet ölümdür. Mən bu suala qısa cavab verə bilərəm. Motosiklet nəqliyyat vasitəsidir. Motosikletə düzgün yanaşmaq lazımdır. Motosiklet oyuncaq deyil, amma ölüm də deyil. Əgər sən motosikletə düzgün yanaşsan, sənin problemin olmayacaq. Motosiklet səni neyniyir? Səni elə hissiyatlar verir ki, o birisi nəqliyyat vasitəsi sənə o hissiyatlar verə bilməz. Azadlıq verir də, sənə daxili azadlıq verir. Daxili azadlıq verir. Biz uşaqlıqda hamımız uçmaq istəyirdik. O var idi, hamısı uçmaq arzulayırlar. Motosiklet onu verir, o hissləri verir sənə. Sən uçursan, sən azadlıq hiss edirsən. Qanadlanırsan. Bu çox, məncə insanlar niyə görə sevirlər motosikleti? Buna görə.